Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, regionda baş verən hadisələrlə bağlı müsəlman qardaşlara qısa tövsiyələrimi bildirmək istəyirəm. Çünki hal-hazırda biz mübarək Ramazan ayındayıq və bu hadisələr bir çox müsəlmanların narahatlığına səbəb olub və onları Qurandan və ibadətlərdən ayırıb. İlk öncə uca Allahdan diləyirəm ki, müsəlmanları və müsəlman ölkələrini qorusun. Şübhəsiz ki, O, hər şeyə qadirdir. Adətən belə hadisələr baş verəndə insanlar dedikodu ilə məşğul olur. Ona görə də bəzi məsələlərə diqqət yetirmək yerinə düşər. Birincisi, müsəlman olan kəs ilk əvvəl düşünməlidir ki, yer üzərində nə baş verirsə, Allahın izni ilə baş verir. Bunu anladıqda müsəlman narahat olmayacaq, qorxmayacaq və yalnız Allaha təvəkkül edəcək. Uca Allah Quran-ı Kərimdə Əl-Hədid surəsinin 22-ci ayəsində buyurur ki, Mə əsabə min musibətin fil ardı və la fi ənfusikum illə fi kitabin min qabli ən nəbrəəhə innə zəlikə aləllahi yəsir likey lə tə'səv alə mə fətəkum və lə təfrahu bimə ətəkum Vallahu la yuhibbu kullə muxtəlin fəxur. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. İmam Müslimin səhih əsərində Abdullah bin Amr ibn As radiyallahu anhumadan nəql olunmuş hədisdə gəlir ki, yer göy yaranmamışdan 50.000 il öncə bütün olacaq hadisələr yazılıb. Ona görə də mömin qardaş, çalış işlərini Allaha həvalə et və bil ki, hər şey Allahın izni ilə baş verir. Allahın təqdir etdiyi hər bir şeydə bir xeyir var. Uca Allah Əl-Bəqərə surəsinin 216-cı ayəsində buyurur ki, ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. Əsas odur ki, Allaha güvən, ona təvəkkül et. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Qorxmağa, narahat olmağa gərək yoxdur. Qorxu və narahatçılıq şeytanın silahlarıdır və o silahlarla möminləri zəiflətməyə çalışır. Hətta bəzi insanlar var ki, belə hadisələr fonunda Allahla bağlı pis zəndə olur, narazılıq edir. Deyir ki, Allah niyə imkan verir bunlara ki, belə eləsinlər? Allah qorusun, Allahdan qorx. Hər şeyin Allahın izni ilə baş verdiyini düşün və bil ki, Allahın hökmü baş verəcək. Bundan qaçmaq mümkün deyil. Mömin olan kəs Allahın qəza və qədərinə iman gətirir. Bu, imanın 6 əsasından biridir. Ona görə də mömin olan kəs Allahdan başqa heç kəsdən qorxmur. İkinci məsələ, çalışmaq lazımdır ki, Allaha daha çox yönələsən. İtaətləri, yaxşı əməlləri, namazı, duanı artırmaq lazımdır. Sənə fayda verəcək işlərlə məşğul olmaq lazımdır. Müslimin səhih əsərində Məqil ibn Yəsər radiyallahu anhudan rəvayət olunan hədisdə Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, baxın fikir verin bu hədisə, əzəmətli hədisdir. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm, fitnə fəsad zamanı ibadət etmək mənə doğru hicrət etmək kimidir. Allahu Akbar. Təsəvvür edirsinizmi bu nə deməkdir? Fitnə fəsad dövründə əgər sən ibadətlə məşğul olursansa, fitnələrə baş qoşmursansa, sanki Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına köçüb hicrət etmiş kimi olursan. Çünki insanlar dedikodu ilə məşğuldular. Bütün günü xəbərlərlə məşğuldular. İbadət yaddan çıxıb. Sən isə onlara qoşulmursan və ibadət edirsən. Böyük bir savab əldə etmiş olursan bununla. Təbii ki, xəbərlərdən də agah olmaq lazımdır. Amma bütün vaxtını, bütün gününü buna sərf etmək faydasız bir işdir. Bunun əvəzinə get, Quran oxu, dualar elə, sədəqələr ver. Bunların sənə faydası olacaq. Uca Allah Zariyyət surəsinin 50-ci ayəsində buyurur ki, elə isə Allaha tərəf qaçın.
mən sizi onunla açıq-aşkar qorxudub xəbərdar edənəm. Belə etsən, sənin qəlbin rahat olacaq. Üçüncü məsələ, çoxlu dualar etmək lazımdır. Allaha dualar elə. Dua adi məsələ deyil. Uca Allah Qafir surəsinin 60-cı ayəsində buyurur ki, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Dua elə Allaha. Dua müminin silahıdır. Dua bilirsinizmi nə deməkdir? Dua Allahdan istəməkdir. O Allahdan ki, hər şey onun əlindədir. O istəsə, bizim halımızı düzəldər. Bir şeyin olmasını istədikdə, ona sadəcə ol deyir, o da olur. Dua elə. Müminin gücü duadadır. Allahın müvəffəqiyyətindən sonra məhz duanın sayəsində mömin xeyrə nail ola bilir. Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmu'ul Fətavə əsərində deyir ki, sadiq qəlblər və səmimi dualar məğlub edilməz əskərlərdir. Müsəlmanlara qarşı böyük planlar var. Allahın da öz planı var. Uca Allah Əl-Maidə surəsinin 64-cü ayəsində buyurur ki, onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnə fəsad törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevməz. Ona görə də otur dua elə ki, Allah onların hilələrini puça çıxartsın. Sənə aid olmayan məsələlərə qarışma. Sən nə qədər danışsan da bunun nə sənə, nə də ki, İslam ümmətinə bir faydası olmayacaq. Əvəzində ged ibadətlə məşğul ol. Dua elə. Bunun sənə faydası olacaq. Həm sənə faydası olacaq, həm də ümmətə. Sonuncu məsələ də odur ki, məyus olmaq olmaz. Narahat olma, qəlbin rahat olsun. İbn Qayyim Əl-Cəvziyyə rahimehullah Mədərcüs Səlikin əsərində buyurur ki, Allah məyusluğu sevmir. Bu şeytandandır və bununla o, mömin insanların imanını azaltmağa çalışır. Uca Allah Əl-Mücadilə surəsinin 10-cu ayəsində buyurur ki, gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Həmçinin qorxu da şeytandandır. İbn Teymiyyə rahimehullah buyurur ki, qorxu da şeytanın silahlarından biridir. Uca Allah buyurur, bəzi adamlar onlara cəmaət sizə qarşı ordu toplayıbdır. Onlardan qorxun dedilər. Bu, onların imanını daha da artırdı və onlar Allah bizə yetər, o nə gözəl qoruyandır dedilər. Ali-İmran surəsi 173-cü ayələr. Onlar özlərinə heç bir pislik toxunmadan Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. Mömin belə olmalıdır. Həsbiyallah və ni'məl vəkil. Vəssalam. Rahat ol. Quran oxu. Quranın mənaları barədə düşün. Allaha dualar elə və ona tərəf yönəl. Xüsusən də indi Ramazan ayıdır. İbadətlərdən yayınma. Quran-ı Kərimi oxumağı çoxalt. Uca Allahdan diləyirəm ki, ölkəmizi və bütün müsəlman ölkələrini kafirlərin fitnəsindən qorusun. Amin. Və əxiru dəavana enilhamdülillahi rabbil aləmin.